Herkese salam. 23 iyul 2025-ci il tarixində birinci qruplara düşən riyaziyyat sualının izahlarına baxırıq. Yəni, riyaziyyat sualının izahına baxırıq. Deyir ki, bərabərsizliyi ödəyən tam ədədlərin cəmini tapın. Görürük ki, modul var sürətdə və modul olan ifadələr həmişə müsbət olur. İndi bunun mənfi olması üçün deməli bura aşağı hissə, yəni məxrəc mənfi olmalıdır. Ancaq bu ciddi böyük olduğuna görə yazmalıyıq ki, x çıxaq 3 fərqlidir 0-dan, yəni x fərqlidir 3-dən. Bunu mütləq yazmaq lazımdır. Deməli, modul x çıxaq 2 çıxılsın 7-də bizə mənfi olmalıdır və x çıxaq 2 də 7-dən kiçik olmalıdır. Deməli, x çıxaq 2 mənfi 7 və 7 aralıqlarında yerləşəcək. Hər tərəfin üzərinə 2 əlavə eləsək, 9, mənfi 5 ilə 9 aralığında yerləşməlidir. Deməli, bizə mənfi 4 ilə 8 aralığındakı ədədlər lazımdır. Bir dənə burada diqqətli olaq ki, 3 daxil deyil. Yəni, mənfi 3 0 ixtisar getməyəcək. Yəni, cəmdə mənfi 3, 5, 6, 7, 8 qalacaq. Bu da bizə 23 verəcək. Yəni, C variantı. İkinci suala baxırıq. Deyir ki, azalan xətti funksiyadır. Belə olarsa, f mənfi 2-ni tapın. Deməli, f(x) bərabərdir, xətti funksiyadırsa kx plus 5 şəklində. Ancaq k-nı bizə mənfi verir. İndi f(x) bərabərdir, k vurulsun f(x) üzərinə gəlsin b. İndi bu da eləyir k vurulsun, f(x) nə idi? Kx plus b üzərinə gəlsin b. Vurub açaq, bu da eləyəcək k kvadratı x üzərinə gəlsin kb plus b. Bizə də bu ifadəni verib 25x çıxaq 16. Göründüyü kimi, baxın, k kvadratına 25 bir-birinə bərabərdir. K da 5 ola bilər, ya müsbət 5, ya da ola bilər mənfi 5. Təbii ki, dedik ki, k mənfidir, çünki azalan funksiyadır. Ona görə k-nın mənfi 5 qiymətini götürəcək və kb plus b-də görürük ki, mənfi 16-dır. K-nı da biz mənfi 5 tapdıq. Deməli, mənfi 4b mənfi 16-dan b-də 4-dür. B-ni də 4 tapdıq son olaraq və f(x) bərabər idi kx plus b. Yəni, mənfi 5x plus 4-də. Bizdən də f mənfi 2-ni istəyirdi. Gətirib yerinə qoysaq, cavabı 14 tapırıq. Yəni, C variantı. Keçək 3-cü suala. Deyir ki, bir təpədən çıxan diaqonallarının sayı neçə olan? 4 olan dəqiqləşdirən 4-dür. Deyir ki, nəyin? Çox bucaqlının daxili bucaqları cəmi tapın. Yəni, n çıxaq 3-dən hesablanır, 4-dür, n 7-dir. 180 vuraq, n çıxaq 2-dən hesablanır. 180 də 5-ə vursaq, doğru cavab 900 edəcək. Deyir ki, 2 rəqəmli ədədin rəqəmləri cəmi 5-dir. Bu ədədin onluqlarının sayı təkliklərinin sayının 25%-dir və ədəd tapın. Hər hansı bir AB ədədidir. Belə ki, A ilə B-nin cəmi 5-dir. A bərabərdir, B bölünsün 4-ə, yəni B 4A-ya bərabərdir. 5A 5-dirsə A 1-dir, B 4-dür. Nəticədə də AB də olacaq 14. Yəni Y variantı. Deyir ki, bu kəsir ixtisar olunsun və bizə deyir ki, M-in ala biləcəyi bütün qiymətlərin cəmini tapın. Şimdi bunu vuruqlara ayırsaq, bu deməkdir x çıxaq 2 vurulsun x plus 1. Yəni, bir kökümüz 2-dir, digəri isə mənfi 1-dir. Sürətdə də elə olmalıdır. Yəni, ya 4 vurulsun 2 çıxaq m 0-dır və yaxud da ki, və ya 4 vurulsun mənfi 1 çıxaq m olmalıdır 0. Buradan göründüyü kimi m 8, buradan göründüyü kimi m mənfi 4. 8 ilə mənfi 4-ün cəmi bizə verəcək 4. Keçək növbəti səhifəmizə. Deyir ki, silindirin hündürlüyünü dəyişməyək. Ancaq deyir, oturacağın radiusu 6 dəfə artırılarsa, həcmi neçə dəfə artar? Həcmi pi kvadratı h-dır. H qalır. İndi radiusun kvadratı olduğuna görə 36 dəfə artacaqdır. Deyir ki, binomial açılışındakı binomial əmsalların cəmi 128-dir. Binomial əmsalların cəmi belə hesablanır. Buradan da n 7-dir. Yəni A variantı. Deyir ki, vektorun əks istiqamətdə olsun, yəni nisbətləri eyni olmalıdır və k da mənfi olmalıdır. Bu da D variantıdır. Göründüyü kimi hamısı nisbəti bizə mənfi 2-ni verəcəkdir. Keçək bu sualımıza, növbəti sualımıza. Deyir ki, A çıxaq C ilə B kəsişsin C-nin elementlərinin cəmini bizə deyir ki, tapın.
Göründüyü kimi A ilə C-nin heç kəsişməsi yoxdur. Yəni bütün A-nın bütün elementlərini götürürük. 4 ədəd. B ilə C-nin kəsişməsi də bu hissədir 3 ədəd. 4 ilə 3-ün cəmi də 7-ni verəcək. Deyir ki, funksiyanın bizə deyir ki, təyin oblastını tapın. Burada şərt yazırıq ki, x böyük olmalıdır 0-dan, x fərqlidir 1-dən, 5 çıxaq x-dən müsbət olmalıdır. Son olaraq alırıq ki, x 0-dan böyük, 1-dən fərqli və x 5'ten kiçik. Bu da ki C variantında verilmiştir. Deyir ki, bu deməli qrafikinə apsisi x0 olan nöqtədə toxunan düz xətt apsis oxuna paralel olarsa bizə deyir ki, x0'ı tapın. Və yaxud da izah elədim. Yəni limiti keçəndə izah elədim ki, burada y-in törəməsi bucaq əmsalına bərabərdir. Və buradan da k 0 olduğuna göre yani 6x çıxaq 18 sıfırdır və x də 3'dür. Yəni D variantı. Çünki deyir apsis oxuna paraleldir. Deyir ki, 8 bucaqlı bir prizma verilib bizə və bunun təpə nöqtələrindən ixtiyari ikisi təsadüfən seçilir. Seçsən bu iki təpə nöqtənin prizmanın hər hansı diaqonalının uc nöqtələri olma hadisəsinin ehtimalını tapın. İlk öncə deməli n vuraq n çıxaq 3 sayda tapılır. 8 vurulsun 5 40'dır. 16 dənə də təpə nöqtəsi vardır. Yəni, ümumi halların sayı kombinezon 16'dan 2'dir və əlverişli halların sayı da 40'dır. Bunu hesaplasanız nə qalacaq? 8 vurulsun 15'dir. Yuxarıda da 40'dır. İxtisar gedəcək burada 5, 5 ilə gedəcək burada 3, burada 1. Cavab da 1 bölünsün 3 qalacaq. Yəni Y variantı. Keçək növbəti səhifəmizə. Limit sualı, limiti də dünən izah eləmişdik. Dedik ki, x 0'a yaxınlaşarsa hansı qaydadan istifadə edirik? L'Hopital. L'Hopital da nə idi? Hər tərəfi törəməliyirik. Bu da bərabər x-in törəməsi dedik. Bir də törəmə izahımız da var. Hər biri yenidir. 1 bölünsün 2 kök altda x plus 16. İndi yerinə də qoysaq 1 bölək, 1 bölünsün 2 vurulsun kök altda 16, 1 bölünsün. Yox da, yəni bunu tərs alınacaq 2 kök altda 16, bu da 2 vurulsun 4'dən 8-ci. Y. Deməli, baxırıq bu suala. Deyir ki, bunlar bir-birinə bərabərdir və bu ifadə 0'dan kiçikdir. Görürük ki, burada 4-cü dərəcə, yəni cüt qüvvətdir. Deməli, bura müsbət olmalıdır. Modul müsbətdir. Yəni, böyük bərabər qoyaq. Bu da kvadratdır, müsbətdir. Deməli, bu yalnız bərabərlik haldır. Yəni, hər biri 0'dır. 4x çıxan 16 0'dan x 4, y -3, z isə 5'dir. Bunların yəqin cəmini istəyir. Bu da 6'dır. İndi bu suala baxaq. Bu suallar arasında, yəni blok imtahana düşən bütün suallar arasında ən çətini demək olar ki, bu sual idi. Gəlin baxaq. Buradan yazırıq ki, sinus 2 alfa çıxaq beta üzərinə gəlsin. Hər tərəfin üzərinə sinus beta gəlirəm. Bərabərdə 6 sinus betaya. Buradan yaza bilirik ki, indi bunu müxtəlif rənglə yazım. 2 sinus 2 alfa çıxılsın beta. Deməli, üzərinə gəlsin. Vurulsun. Kosinusdan ifadə edirik. Kosinus alfa çıxılsın beta bərabərdir 6 sinus betaya. İndi sonra hər tərəfdən 2 sinus beta çıxaq. Sinus 2 alfa çıxılsın beta. Deməli sinus 2 alfa çıxaq beta çıxılsın sinus beta bərabərdir 4 sinus betaya. Bunu da rənglə yazaq. Deməli, son olaraq aldıq ki, 2 sinus alfa çıxaq beta vurulsun kosinus alfa bərabərdir 4 sinus betaya. Mavi rəngdə yazdıqlarımı bir-birinə bölək. Bu zaman alınır 2 sinus alfa vurulsun, yəni kosinus alfa çıxılsın beta bölünsün 2 sinus alfa çıxaq beta vuraq kosinus alfa. Alınacaq 6 sinus beta bölünsün 4 sinus beta. Bu da ki 3 bölünsün 2 deməkdir. Və bu ifadəni də sadələşdirsək 2'lər gedəcək. Qalacaq 1 bölək tangens alfa çıxılsın beta çıxılsın kotangens alfa. Bu da 3'də 2'nin
Yəni burada verilən ifadənin tərsidir. 3-dəkinin tərsi də deməli 2/3-dür. Yəni bu əməllicə çətin sual idi məncə. 8 sm olan bərabər yanı ABC bucağı verilib. Alfa müstəvisi 30 dərəcə bucaq əmələ gətirir. A təpəsindən alfa müstəvisinə qədər olan məsafəni tapın. İndi burada çox təxmini çəkəcəm. Yəni əyri-üyrü olacaq şəkil. Buradan hündürlük çəkilir. Buradan da çəkilir. Təbii ki 90 dərəcə əmələ gətirəcək. Burada bir bucaq qalacaq 30 dərəcədir. Bura 2, bura 8-dən, bura 2 kök altı 15 çıxacaq. İndi 90 qarşısı 2 kök altı 15 isə 30-un qarşısı da kök altı 15 olacaqdır. Bu suala deyir, sadə vuruqların sayı 10-dursa əmin ola biləcək qiymətlərin cəmi. 9-u üstü 2 yazıb 3 üstü 4n vurulsun 5 üstü 2m kimi yaza bilərik. 4n plus 2m 10-dur və 2n plus m də neçədir? 5-dir. Buradan m3, n1, m1, n2 ola bilər. Yəni 3 ilə 1-in cəmi lazımdır bizə. Bu da 4. Bizə belə bir fiqur verilib. D, B, Y, A, S. A, Y-ni bizə verib 2 kök altı 5. Y, B-ni verib 6 kök altı 5. Deyir ki, D, Y 3YS-dir. Bura X, bura 3X-dir. Sonra nə deyir? AC-də 4-dür. Bizdən də buranı istəyir. X deməkdir. Yəni BD-ni istəyir. Göründüyü kimi bu bucaqlar eynidir. Və görsək ki, bura 6 kökdə 5, bura 2 kökdə 5, bura 3X, bura X-dir. Yəni o K 3-dür. İndi bura 4-sə deməli burada 12 olacaq. Yəni C variantı. Göründüyü kimi hər bir hədd 2-nin qüvvətidir. Yəni 2 üstü n olacaq cavabımız. Deyir ki, tənliyinin kökləri cəmini bizə deyir ki, hesablayın. Gəlin burada 2 üstü x-ə bir t deyək. Olacaq t üzərinə gəlsin 1 bölək t 8-dir. 2 üstü x 1-ə deyək t. 2 üstü x 2 deyək t2. T1. 2x 1 üzərinə gəlsin x 2-ni tərəfə vursaq t1 t2-dir. T kvadrat çıxar 8 t plus 1-dən də yəni bərabər 0-a. Burada da görürük ki deməli kökləri hasili 1-dir. Kökləri cəmi də 0, yəni D variantı. Bura baxırıq, indi növbəti suala baxırıq. Deyir ki, xaricinə çevrə çəkilib ABD, yəni baxın, bu bucaq 40 dərəcədir. Sonra deyir ki, DAB 120, yəni baxın, bura ümumi 120 dərəcədir. Və ASB bucağını bizdən istəyir, yəni bu X istəyir. Görürük ki, bu bucaq bu qövsə söykənib, deməli bu qövs 80 dərəcədir. Eynən 120 olanda bura söykənir. Yəni 240 dərəcədir. İndi 320-dən burada 40 dərəcə qalır. X də daxil çəkilmiş bucaqdır 20 dərəcədir. İntegral sualımıza baxaq. İntegral da bayaq izah elədik. Dx. Bu bərabərdir. 2x üstə gəlsin 1-in kubu bölək 3 vurulsun 2-də 1. Sərhədlər də 3-dən 0. 7-nin kubu bölək 6 çıxaq 1-in kubu bölək 6. Düsturla yazsaq müxtəsərlə 6 vurulsun 57 bölək 6 alınacaq. Buna gedəcək cavab 57. Yəni A variantı. Gəldik bu sualımıza. Bizə deyir ki, K-nı tapın. 25-ə 5-in kvadrat kimi yanaşsaq. Burada görürük ki, kvadratlar fərqi düsturudur. Deməli, bura x plus 5 olmalısa, bura 5 olmalı. Yəni K kvadrat çıxaq 10K plus 29 bərabər olmalıdır 5. Burada kvadrat olmalıdır. Yəni K kvadratı çıxaq 7K plus 14 olmalıdır 2. İndi bunu həll edək. Buradan alınır K kvadrat çıxaq 7K plus 12 bərabərdir 0. K çıxaq 3 vurulsun. K çıxaq 4 bərabərdir 0-a. Eyni şəkildə K kvadrat çıxaq 10K plus 24 bərabərdir 0-a. K çıxaq 4 vurulsun. K çıxaq 6 da 0-dır. Ortaq kök görünür kimi nədir? 4-dür. İndi bizə deyir ki, bu tənliyin bu parçada neçə həlli vardır? Neçə kökü var? Bunu neçə dəfə qəbula düşüb? Sinus x kosinus x-ə bərabərdirsə, deməli tangens x 1-ə bərabərdir. 0-360 arası parçasında 45 ilə 225-də 1 alır. Bir də bu mənfisi var deyə 4 dənə. İndi bu suala baxaq.
Aha, burada çəkmişik təxmini. Burada hündürlüklərdir. Burada demişdi 30 dərəcədir, 90-dır. Hündürlük 4, 8. Buradan bura medianlar 2-nin 1-ə nisbətinə bölünür. Bura 2K, bura K, 3K 4 kökdə K-nı tapırıq. Tangens də 4 bölək K-dır. Kökdə tangens kökdə deməli 60 dərəcədir. Yəni cavab da budur. Deyir ki, 4 müxtəlif həqiqi kökü olsun. X kvadratına modulda x-in kvadratı kök altı x-ə də t desək, t kvadratı çıxaq 8t plus p çıxılsın 4 sıfırdır. T1 və T2 gərək müsbət olsun ki, 4 həqiqi kök olsun. Bunun üçün p çıxaq 4 müsbət p 4-dən böyük olmalıdır. Həmçinin diskriminant da 0-dan böyük olmalıdır. Yəni 64 çıxaq 4 vurulsun. P çıxaq 4 müsbət olmalıdır. P çıxaq 4 16-dan kiçik, P də 20-dən kiçik. 20-dən kiçik 4-dən böyük 15 dənə həll vardır. Keçək son suallarımıza. Deyir ki, alfa və beta qonşu bucaqlardır. Uyğunluğu müəyyən edin. Birinciyə baxırıq. Alfa ilə betanın cəmi 180-dir. İndi alfa da deyir ki, kiçikdir. Böyükdür 20 dərəcə plus betadır. Yerinə qoysaq 180 çıxaq beta. Böyükdür 20 üzərinə gəlsin betadan. Beta da kiçikdir 80-dən. Birinci buydu. Gəlin yazaq, sonra da uyğunlaşdırarıq. 2 alfa plus 3 beta 400-dən kiçikdir. Və 2 alfa ilə 2 betanın cəmi də 360-dır. 360 ilə betanın cəmi kiçikdir 400-dən. Beta da kiçikdir 40 dərəcədən. Keçirəm üçüncüsünə. Deyir ki, 2 alfa ilə betanın fərqi 30 dərəcədən kiçik olsun. 2 alfa ilə 2 betanın cəmi də 360-dır. Deməli, yerinə qoysaq 360 çıxaq 3 beta 30-dan kiçikdir. 3 beta böyükdür 330-dan. Beta da böyükdür 110 dərəcədən. İndi uyğunlaşdırsaq, ən böyük tam qiymət 39-dur. 2-yə aiddir. Ən kiçik tam qiyməti alfanın 101-dir. Betanın deməli ən böyük qiymət olmalı. 79 olanda ödəyir. Doğrudur. B bura gəlir. 140 heç birinə aid deyil. Ən kiçik betanın 111-dir. Baxın, görürsünüz, bura uyğun gəlir. Ən böyük tam qiyməti betanın 79-dur. Göründüyü kimi 1-ə uyğun gəlir. Usta və şagird vardır. Müəyyən işi 10 günə yerinə yetirilir. Usta x olsun, şagird y olsun. 1 bölək x ilə 1 bölək y-in cəmi 1 bölək 10-dur. Deyir ki, əgər 2 dəfə artırsa usta, yəni x bölək 2 günə işləsə, şagird 3 dəfə artırsa, yəni y bölək 3 4 günə bitiriblər. Yəni, altdan yazaq, 1-in x bölək 2-yə nisbəti üzərinə gəlsin. 1-in y bölək 3-ə nisbəti, 1-in 4-ə olan nisbətidir. İndi bunun hər tərəfini nə deməkdir? 2 bölünsün x, üzərinə gəlsin 3 bölünsün y, bərabərdir 1 bölək 4-ə. Bunun hər tərəfini mənfi 2-yə vursaq, yəni mənfi 2 bölək x çıxaq 2 bölək y, bərabərdir mənfi 1 bölək 5-ə. Tərəf-tərəfə toplasaq, bunlar getdi. 1 bölək y 4-də 1 ilə 5-də 1-in fərqidir. 20-yə vursaq hər tərəfi 1-dir. Y də 20-dir. Yəni y 20-dirsə gətirib yerinə qoysaq x də 20-dir. Yəni 20 cavab. Keçək 29-cu suala. Deyir ki, ştrixlənmiş hissənin sahəsini tapın. Buradan hardasa xəttlərdən istifadə edin. Belə bir xətt çəkək. Buradan da belə bir xətt çəkək. Bura O olsun, mərkəzimiz olsun. Bura 30-dursa, bura 60 dərəcədir. Bura 4 olacaq, burada 4 olacaq. Deməli, burada 4-dür. İndi bizə S ştrix lazımdır. Şıta yazıram. Bərabərdir S sektor çıxılsın S üçbucağa. Yəni, pi r kvadratı alfa bölək 360 çıxaq S üçbucaq. Bu da eləyir pi vurulsun 16 vurulsun 60 bölək 360 çıxaq. Bərabər tərəfli olduğu üçün sahə a kvadrat kökdə 3 bölək 4-dür. Yəni, çıxaq 4-ün kvadratı kökdə 3 bölək 4. Burada 4. Burada 6. 2-yə 4, 8.
3 qalır. Yəni 16-nı 2-yə böləndə 3. 8 pi bölək 3 çıxaq 4/3'dür cavabımız. Sonuncu və asan isbat sualına baxaq. Deməli, üçbucağımızı çəkim. Bucaqlarından deyək ki, biraz qalın eləyək. Çox nazikdir. Bucaqlarından deyək ki, biri 15 dərəcə olan üçbucağımız var. Yəni, bura 15'dir. Deməli, okey. Pipetonumuza hündürlük çəkməliyik. Çəkək. Pipetonumuza çəkdik hündürlük. Deyək, hündürlük pipetonumuzdan 4 dəfə kiçik olduğunu ispat edin. Ən rahatı medianla da. Median çəkirəm. Burada H deyək. Burada A olsun. ABC. Burada 90'dır. Bura indi mediansa, bura ilə bura bərabərdirsə, burada 15 dərəcədir. Burada H-dır. Bura H-dırsa median, deməli, median hipotenuzun, yəni M-S'nin yarısıdır. Deməli, bura 2H-dır. Median olduğuna görə bura 2H-dırsa, burada 2H-dır. Göründüyü kimi hipotenuz ümumi 4H-dır. Hündürlük də H-dır və 4 dəfə də deməli kiçik olduğunu da isbat elədik və bu da bu sualların izahı idi.